Hamınızı salamlayıram. Bugün biz birlikte Netflix'in en gergin seriallarından biri olan Vur ve Qaç'ın bütün mövsümünü təhlil edəcəyik. Gəlin görək bu hekayənin dərinliklərində hansı sirlər gizlənir. Hər şey sadə bir sualla başlayır. Sədaqətli bir ərin arvadı amansız bir qəzada ölür. Amma bəs bu heç də qəza deyilsə? Baxın, bu sual İsrailli bələdçi Segev Azulayın bütün həyatını alt-üst edir. Onun dünyası arvadının ölümü ilə sanki başına yıxılır. Deməli, Segevin Amerikalı həyat yoldaşı Daniel tam da New York'a getməzdən əvvəl bir avtomobil qəzasında ölür. İlk baxışda hər şey faciəvi bir təsadüfə bənzəyir. Amma çox keçmir ki, bu rəsmi hekayədəki çatlar üzə çıxmağa başlayır. Gəlin ilk 48 saata nəzər salaq. Hadisələr o qədər sürətlə cərəyan edir ki, Daniela gələn o müəmmalı mesaj, sonra onu vuran maşının oğurluq çıxması və ən nəhayət Segevin evinə edilən o maskalı hücum. Bütün bunlar bir araya gələndə artıq təsadüfdən söhbət gedə bilməzdi. Bu, açıq-aşkar planlı bir qətl idi. Və Segevin dünyasını başına yıxan ilk böyük zərbə arvadının telefonundan gəlir. O sirli bir nömrəyə zəng edir və xəttin o biri ucundan bir kişi Assaf cavab verir. Hər şey qaydasındadır sevgilim. Məhz bu an Segev başa düşür ki, Danielinin ondan gizlətdiyi bir həyatı, gizli bir münasibəti olub. Polis istintaqı demək olar ki, heç bir nəticə vermir. Amma ortaya çıxan detallar inanılmazdı. Qatillər Macar adları ilə gizlənsələr də, əslində Amerikadan gəliblər. Londonda pasportlarını dəyişib birbaşa New York'a uçublar. Hətta Segevin evinə bomba da qoyulur. Artıq aydındır ki, bu yerli bir cinayət deyil. İzlər beynəlxalq bir şəbəkəyə aparır və Segev başa düşür ki, həqiqəti tapmaq üçün hər şeyi özü etməlidir. Beləliklə Segev axtarışa başlayır. Amma o, hər yeni ipucu tapdıqca vəziyyət daha da qəlizləşir. Çünki qazdığı hər təbəqənin altından eyni dəhşətli həqiqət çıxır. Onun evləndiyi, sevdiyi qadın əslində heç tanımadığı bir insan imiş. Baxın, bu müqayisə hər şeyi göstərir. Bir tərəfdə Segevin tanıdığı Daniel var, sevən həyat yoldaşı, istedadlı rəqqasə. Digər tərəfdə isə həqiqət, güclü bir adamla gizli eşq macərası, anım mərasimi üçün tutulmuş saxta valideynlər və heç vaxt mövcud olmamış bir rəqs karyerası. Təsəvvür edirsiniz, bütün həyatı bir yalan üzərində qurulubmuş. İsraildə artıq heç kimə güvəni qalmayan Segev üçün tək bir yol var. Qatillərin izini özü sürmək. Bu isə onu birbaşa New York'a aparır. O artıq bir kabusun arxasınca gedir və arvadının kim olduğunu öyrənməyə and içib. Və hekayəmiz New York'da davam edir. Burada Segev tək deyil, köhnə dostları Ron və Naomi ona kömək edir. Amma bu axtarış onları şəhərin təhlükəli dərinliklərinə, heç kimin qayıtmadığı bir dünyaya sürükləyir. New York'da Segev puzzle'ın hissələrini bir-bir birləşdirməyə başlayır. Əvvəlcə köhnə düşməni İshakı tapır və ondan qatillərlə bağlı məlumat alır. Sonra o, saxta valideynləri ifşa edir, onların aktyor olduğunu öyrənir və ən əsası bir rəqs studiyasındakı köhnə fotoda arvadının əsl adını tapır. Bütün bu ipucuları onu bir ünvana gətirir. Sophie Dreyer'ə məxsus gizli bir mənzilə. Və bu, bütün hekayənin dönüş nöqtəsidir. Onun adı Daniel deyildi. Onun əsl adı Sophie Dreyer idi. O mənzildə tapdığı silah, saxta pasportlar və digər sənədlər hər şeyi sübut edirdi. Arvadı tamamilə başqa bir kimliklə ikili həyat yaşayırdı. Bəs kim idi Sophie Dreyer? Həqiqət təxmin ediləndən daha böyükdür. Sophie sadəcə sirri bir qadın deyildi. O, Mərkəzi Kəşfiyyat İdarəsinin, yəni CIA-nin agenti idi və onun ölümü də məhz bu missiya ilə birbaşa bağlı idi. Yaxşı. Deməli, Daniel əslində CIA agenti imiş. Amma məsələ bununla bitmir. Bu, sadəcə bir agentin ifşası hekayəsi deyil. Bu, iki ölkə arasında gedən yüksək səviyyəli bir casusluq və qlobal sui-qəsd hekayəsidir. Bütün bu qlobal sui-qəsdin açarı isə Sophie'nin mənzilində tapılan o kiçik dəftərçə idi. İlk baxışda sadəcə rəqs hərəkətləri yazılmış bir dəftərə bənzəsə də, əslində içində Sophie'nin ölümünə səbəb olan sirlər gizlənirdi. Segev jurnalist dostu Naomi ilə birlikdə bu kodları deşifr etməyə başlayır və gördükləri şey inanılmazdır. Xronos ABŞ prezidenti, Çita onun qızı, Kobra isə kürəyəni. Bu kodlar Ağ Evi hədəf alan böyük bir planı ifşa edirdi. Və budur əsas bomba xəbər. İsrail kəşfiyyatı, yəni Mossad, Amerikanın birinci ailəsinə casusluq edirmiş. Sophie məhz bu əməliyyatı kəşf etmişdi. Subutları ələ keçirmişdi və buna görə də Mossad onu susturmaq üçün öldürmüşdü. Motiv artıq tamamilə aydın idi. Beləliklə, meydanda iki nəhəng güc var. Bir tərəfdə
İsrailin kəşfiyyat agentliyi Mossad, Sofini öldürən tərəf. Digər tərəfdə isə ABŞ-in Mərkəzi Kəşfiyyat İdarəsi, yəni CIA, Sofinin işlədiyi və əslində onu Mossadı araşdırmaq üçün göndərən təşkilat. Kağız üzərində müttəfiq olan bu iki agentlik pərdə arxasında bir-birinə qarşı ölümcül bir oyun oynayardı. Segev artıq düşmənin Mossad olduğunu düşünür, hər şeyin aydın olduğuna inanır. Amma hekayənin sonu, final pərdə, elə bir xəyanəti üzə çıxarır ki, bu Segevin bütün təsəvvürlərini alt-üst edir. Segev həbsxanada olduğu vaxt yanına çox qəribə bir ziyarətçi gəlir. Bu, Rhys Wakefield'dir. Və o sadəcə deyir, mən təkcə onun atası deyildim Segev. Mən onun müdiri idim. Bəli, Sofinin əsl atası və eyni zamanda CIA-dəki komandiri. Və son twist, son dönüş məhz buradadır. Məlum olur ki, CIA və Mossad əslində gizli şəkildə əməkdaşlıq edirmişlər. Sofinin atası Rhys və Mossadın başçısı Tamir əslində əl-bir imişlər. Amma bu çirkin oyunda heç kimə güvən yoxdur. Gərgin bir qarşıdurma anında Rhys Tamir'i öldürərək ona da xəyanət edir. Segev bütün bu xəyanətlər zəncirindən sağ çıxıb qaçmağı bacarır. Amma onu İsraildən gələn bir zəng gözləyir. Bəlkə də bütün hekayədəki ən sarsıdıcı xəbər. Shira ölüb, Ella yoxdur. Yəni qızının dəyəsi öldürülüb, qızı Ella isə qaçırılıb. Beləliklə, mövsüm bizi nəfəsimizi kəsən bir yerdə tərk edir. Hər iki kəşfiyyat agentliyi ifşa olunub, dost düşmənə qarışıb və Segevin qızı yoxa çıxıb. İndi əsas sual budur. Əsl düşmən kimdir və hər şeyini, sözün əsl mənasında hər şeyini itirən Segev bundan sonra nə edəcək? Onun yolu intiqam yolu olacaq, yoxsa qurtuluş?